Son illər sağlam həyat tərzinə marağın çoxalması fonunda idman qidalarına və bioloji aktiv qida məhsullarına olan tələbat əhəmiyyətli dərəcədə artıb. Sosial şəbəkələr və onlayn platformalarda bu məhsulların təbliği isə istehlakçı marağının daha da genişlənməsinə səbəb olub. Bir çox hallarda istehlakçılar bu məhsulların təsir mexanizmi, potensial faydaları və tətbiq sahələri barədə kifayət qədər məlumat olmadan istifadə edirlər. Halbuki bu cür məhsulların qəbulundan əvvəl tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Əks halda bu bir sıra sağlamlıq risklərinə səbəb ola bilər. Bu risklərə ürək-damar sistemində mənfi təsirlər, hormonal balansın pozulması, məhsulun tərkibində bəyan edilməmiş və icazə verilməyən maddələrin mövcudluğu ilə əlaqədar toksik təsirlər, eləcə də allergik reaksiyalar və həzm sistemi pozğunluqları aid edilə bilər. Eyni zamanda məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır. Qeyd edək ki, idman qidaları və bioloji aktiv qida məhsullarının etibarlı mənbələrdən əldə edilməsi də önəmlidir. Bununla yanaşı məhsulun etiket məlumatlarına, istifadə təlimatlarına diqqət yetirilməsi və yalnız dövlət nəzarətində fəaliyyət göstərən satış subyektlərindən alınması zəruridir. Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları idman qidalarını və bioloji aktiv qida məhsullarını əldə edərkən dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır. Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir. İstehlakçıların sağlamlığının qorunması, keyfiyyətsiz və təhlükəli məhsulların dövriyyəsinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.